Dəniz sahilində gəzməkdən gözəl nə ola bilər? Ləpələrin səsini dinləməkdən, arada gəlib üzünə toxunan duzlu su damcılarının təmasını hiss etməkdən könül açan nə var? Buradakı mavi gözəlliklərdən necə doyasan? Sahil boyu gəzərək, düşüncələrə dalmaqdan yorulmaq mı olar? O gün də tələsmədən sahil boyu gəzişir, qarışıq fikirlərimi sakit məcraya yönəltməyə cəhd edirdim. Ətrafda yalnız qağayılar idi. Qanad çalıb uçuşan, şən qağıltılarıyla sükutu pozan quşlar. Eyni ilə uşaqlar kimi səs-küy salıb, öz varlıqlarını sübut etməyə çalışan dəcəllər. Birdən ətrafa şən qəhqəhə səsi yayıldı. Əvvəl mən ona fikir vermədim. Sonra bu səs bir də təkrar olundu. Belə bərkdən gülən kim ola bilər? Bir qədər sonra şaqqanaq səsi işləndə təəccübləndim. Bir dəstə qağayının toplaşdığı səmtə baxanda heyrətdən donub qaldım. Eyni ilə insan kimi nəyə isə uğunub gedən qağayını görəndə hər şeyi başa düşdüm. Güləyən qağayıların mövcudluğu haqqında çox eşitmişdim. Amma heç vaxt gözlərimlə görməmişdim. İndi bu deyil, gözümün qabağında dayanmışdı güləyən qağayı. Ən maraqlısı o idi ki, yanımdakı qağayılar onun bu qəhqəhəsinə əsla məhəl qoymurdular. Bu isə bizim çöpə gülənin heç vecinə də deyildi. Bu şən quş gülməkdən qəşşidirdi. Arada gülüşünə bir qədər fasilə verir, sonra yenidən şaqqanaq çəkirdi. Onun bu şən əhval-ruhiyyəsi istər-istəməz mənə də sirayət etdi. Keyfim elə kökəldi ki, gülüş qədər gözəl nə ola bilər?